Doğma Oğuz rayonunda mən uşaqlıqdan oğlanlarla futbol oynayırdım. Bir gün Şəki Qadın Futbol Klubunun məşqçisi oyunum haqqında xoş sözlər eşidib Oğuza gəlib oyunumu izlədi və öz klubuna dəvət etdi. Anam və nənəm futbol ilə məşğul olmağıma etiraz etmirdilər, lakin atamı razı salmaq çətin oldu. Şəkidəki oyunların birində futbol üzrə milli yığma komandanın məşqçisi mənim oyunumu bəyəndi və o məni milliyə dəvət etdi. Hal-hazırda mən milli yığma komandada oynayıram. Bu səviyyəyə çatmaqda mənə xüsusilə dəstəkləyən insanlar oldu. Lakin Azərbaycanın bir çox yerlərində qadın futboluna hələ də pis baxırlar.